Bak hele müəllim. Adi vatandaşa sənəd göstərmir. Polisə dinlə, nariyat qoyun, artıq hərəkət olmasın. Yo artık hareketi siz ediyorsunuz. Gelip burada hegemonluk ediyorsunuz kardeş. Göster, sənədi göster de kardeş. Sənə Sen, göstərmirəm. yok sen necə göstermişsin? Benim ərazimdə sen gelsen burada deyirsən ki, ben beli istedim, qoçuyam. Ben beli istedim. Deyəm özünü təqdim eləmirsən. Niye eləmirsən? Çünkü hegemonluk ediyorsunuz. Çünkü sizi gönderiblər bura. Gedin bu şeyi eləyin. Kanunla işleyen memursansa, kanunsuz obyektin şikayetiyle gelip burada hegemonluk Sen ediyorsunuz. bizi ittiham eləyirsən. Bəli, ittiham eləyirəm. Deyirsən ki, sədqa. Vermişəm kardeş. Kardeş vereceksiniz, hamur vereceksiniz. Necə zaminin təkidi ilə, zaminin belə hegemonluğu ilə masanı xaraba qoyursunuz. Kardeş hamımız bir cavab vereceksiniz. Hamımız bir cavab vereceksiniz. 5 gün bu vəzifədə işləyirsiniz. Siz burada 5 gün bir sənə pul qalan diyor, ona qalan diyor. Zamin burada kef eləyəcək. Zamin burada pul qazanacaq. Zamin masanı dağıdacaq. Siz özü burada pis eləyəcəksiniz. Eləyin. Kardeş, zamin kim diye baktı. Zamin kim diye. Siz gör necə məmursunuz ki, siz sürücünün qabağında boynunuzu büküb dayanan adamlarsınız. Mən heç kəsə Sürücünün qabağında sakit dayanan adamlarsınız siz. Sizin gücünüz mənə çatar. Sizin sıralı vətəndaşa gücü çatar. Siz 9 çatır zaminin qabağında danışırsınız. 9 çatır zaminin qabağında, sürücünün qabağında danışırsınız. Onda mən sizə oğul deyərəm. Masallı balası deyərəm sizə. Bildiniz? Gəlin masalını vırıb bir-birinə. Siz de onun qabağında nökər kimi boynunuzu bükürsünüz belə. Hamısı. Zamin kimdir? Zamin kimdir? Gəl burada deyələ boyluq eləyər. Zamin kimdir? Masallı ağalıq eləyər. Sən zamin sözü ilə gəlirsən bura. Bildiniz? Demişəm. Mən siz kimi yüzdən deyirəm. Mən siz kimi boynumu bükən deyirəm. Mən haqq səsimi çatdıran adamam. Ben siz kimi 5 köpü pula göre, 5 üniversiteye göre boynumu büken oldu öyle. Sen 5 köpü pula göre sen boynu çıkartırsan da sen. Ben Obyektinle məşğul ol. Benim obyektimdir. Burası sənin Ben deyil. benim obyektimdir. O sene ise subut eləyəcək. Məhkəmədə görüşəcəksiniz. Gelin boynunuzu bükün zamine. Gelin zaminin yanında boynunuzu bükün. Utanın, xəcalet çəkin ha. Ha gör sen ne vəzifədə işləyirsən masalda. Sen sürücünün qabağına boynu bükürsən. Mən sürücünün yox, heç kəsin qabağında Sen boynu. mənim yanında danışmanın sen hakkın yoktu senin. Sen kimsən mənə söz Ben deyirsən? vətəndaş. Mən sənin qabağında nə göz söyləyəlim var ki? Sen sürücünün qabağında boynu bükən olursa. Bəli. Gelin bükün boynunuzu sürücünün qabağında. Mən zamin arxasıca ağzımı zamin, məni zamin də göndərməyib. Sen zamin ətrafına gəlib burada boynu bükən adamsın. Mən dövlətin mənə Bəli, qoruyur. sürücünün qabağında mənafə Sürücünü qoy götürsən. bir qırağa. Sürücünün qabağında. Dövlətin. Zamin dövlətdir. Zaminlə söhbət Ben gedir. zamin necə sürücünün yanında, sen sürücünün qabağında qalmamalısan. Mən heç kəsin qabağında boynu belə qalmalı Çünki deyirəm. kim boyun bükməyib o vəzifədən çıxardıblar. Sen de vəzifəyə görə qorxundan boynu bükürsən. Mənə vəzifəyə. Görüşdürün özünüzü. 5 gün dünyadır. 5 gün sonra mən oğul sizə deyəcəm. Deyəcəm sürücü qabağında boynu bükən oğulsuz. Onu sən mənə deyəməyəcəksən. O birlər kimi bu da gelip deyəcək masallı getdim. Elə hamının boynu büktüm, qayıtdım. O sözünüzə layiq adamsınız siz. Siz o sözə layiq adamsınız. Qoyun masallı, mən nə olacağı deyirəm. Video faktlarım var. Siz sürücünün qabağında boynu bükən adamlarsınız. Danışmayın. Sınayla da danışa bilməzsiniz. Gedin boynunuzu bükün, şoförünə göstərsək takla dilin. Sən də kimlə göstəriş edib atıb ortaya? Mənim Kazımov deyil. Zaminlə Bildin. göndərməyib. Gedin. Hardan baxdın? Fala baxırsan, nəyə baxırsan? Mən bilirəm sizin içiniz də bəlli, çölünüz də bəlli. Seyin adı vəzifəyə görə hər şeydən. Sən kəs hədə. Sən kəs. Sən görəcəksən. Bəli. Hələ TikTokda paylaşmayı bilirsən. Acayip belli. Zaten ona mən kişiliyim çatır, sonra da çatmır.